Herkese selamlar. Ben bugün sizlere okuma ve öğrenmenin real məqsədini danışmış olacağım ve ümid edirəm ki, bu videom digər videolar kimi sizin üçün faydalı bir video olmuş olacaq. İlk öncə mən sizlərə araşdırma dəftərlərimi tanıtmaq istəyirəm və mən bundan 1-2 il əvvəl qarşıma hədəf qoyduqdan sonra tez bir zamanda araşdırma dəftərləri tutdum və öz hədəfimə çatmaq üçün müxtəlif araşdırmalar etdim. Və bu araşdırma dəftərlərimin içərisində isə uğur qazanmaq üçün lazım olan bilik və bacarıqları yazmışam. Və sizə tövsiyə edirəm ki, əgər ki sizin hədəfiniz varsa, hədəfinizə çatmanız üçün araşdırma dəftərləri tutmaq və öz sayənizdə müxtəlif araşdırmalar etmək sizə çox kömək eləyəcək və vaxt itirmədən videomuza keçmək istəyirəm. Kitab oxumaq müasir dövrdə çətin bir vərdiş halına gəlsə də, əslində bu sizin hədəflərinizə çatmanız üçün çox vacib addımlardan biridir. Çünki bir insan hədəfini irəlilədiyi yolda qarşına çıxan çətinlikləri kitabdan oxuduğu biliklər vasitəsilə keçməsi mümkün bir haldır. Burada kitab əslində sizə bir müəllim rolunu oynamış olur və əgər ki siz hədəflərinizi irəlilədiyiniz yolda müxtəlif çətinliklərlə rastlaşırsınızsa, eyni səhvləri etməmək üçün siz uğurunuza çatmanız üçün, yəni hədəflərinizi irəlilədiyiniz yolda bu sahəyə uyğun olan kitabları oxuyaraq sizin müxtəlif çətinlikləri keçməniz asanlaşacaq və sizə tövsiyə edirəm ki, əgər ki sizin hədəfiniz varsa, tez bir zamanda öz hədəfinizə uyğun olan kitabları oxumanız vacibdir. Müasir dövrdə kitab oxumaq istəyi artıq sıxıcı bir hala gəlmişdir və bunun səbəbi isə müasir dövrdə bir çox insan həm sosial mediada, həm də video oyunları çox vaxt keçirdiyi üçün burada daxilində dopamin hissini artırmış olur və bu da keçici həvəs adlanır. Və bu dopamin səviyyəsi artdığına görə artıq kitab oxumaq istəyi və yaxud da bir insan qarşısına hədəf qoyub bu hədəf üçün çalışmaq istəyi azalmış olur və bu dopamin səviyyəsini isə, yəni bu keçici həvəslərdən artan dopamin səviyyəsini azaltmaq üçün və bunu təbii yolla artırmaq üçün, yəni kitab oxuyaraq və yaxud da hədəf qoyub bu hədəf üçün çalışaraq bu dopamin hissini də artırmaq mümkündür. Yəni bu pis vərdişlərdən qurtulmaq və bu yaxşı vərdişləri mənimsəmək üçün isə mənim əvvəlki videolarda çəkdiyim dopamin detoks videosunu izləyib siz də bu pis vərdişlərdən qurtulub, yəni bu sosial mediadan və yaxud da video oyunlarda çox vaxt keçirsinizsə, bu pis vərdişlərdən qurtulub kitab oxuyaraq və yaxud da qarşınıza hədəf qoyaraq dopamin hissini təbii yolla da artırmaq mümkündür. Kitab oxumaq qədər öz sahənizdə müxtəlif araşdırmalar etmək də bir o qədər sizin üçün faydalı bir vərdişdir. Çünki siz burada da yeni bir şeyler öyrənmiş olursunuz və əgər ki sizi qarşınıza hədəf qoymusunuzsa, bu hərəkətləri vərdiş halına gətirərək siz hədəflərinizə bir addım daha da yaxınlaşmış olacaqsınız. Və kitab oxumaq və yaxud da öz sayənizdə müxtəlif araşdırmalar etmək sizin əslində daxilən daha da güclü etməyə kömək eləyir. Və siz kitab oxuduqdan sonra öz hədəfləriniz üçün çalışarkən qarşınıza çətinlik çıxarsa, bu kitabdan oxuduğunuz və yaxud da bu araşdırmalardan öyrəndiyiniz biliklər vasitəsilə bu çətinlikləri asan bir şəkildə keçmək mümkündür. Kitab oxumaq və bir müxtəlif sahə haqqında araşdırma etmək həm sizin düşüncə tərzinizi, həm də sizin söz bazanızı artıran bir vərdişdir və siz bu hərəkəti hər gün davam etdirərsəniz, bu artıq sizdə vərdiş halına gəlmiş olacaq və siz gündə bir səhifəlik kitab oxusanız, bu ayda 30 səhifəlik bir kitab etmiş olur və siz hər gün bir səhifə kitab oxuyarkən yeni biliklər, yeni bacarıqlar öyrənmiş olacaqsınız və bu sizi həqiqətən daxildən dəyişən bir vərdiş halına gəlmiş olacaq. Və sizə bunu da söyləmək istəyirəm ki, müasir dövrdə bir çox sahələr üzrə müxtəlif kitablar mövcuddur və siz bu kitabları əldə etmək istəsəniz, gedib pul verib almaq əvəzinə sadəcə bu əlinizdəki telefon vasitəsilə bu kitabın PDF-ini götürüb siz buradan müxtəlif bacarıqlar, biliklər öyrənə bilərsiniz. Və bu bacarıqları, bu bilikləri hədəfiniz üçün istifadə edib çox böyük bir irəliləmə göstərə bilərsiniz. Siz kitab oxuduqda və yaxud da bir mövzu haqqında araşdırma etdikdə
siz buradan bilik öyrənirsiniz və bu biliyi həm özünüz üçün, həm də ətrafınızdakı insanlar üçün çox vacib bir şeydir. Çünki siz kitab oxuduqda və yaxud da bir mövzu haqqında araşdırma etdikdə buradan öyrəndiyiniz bilikləri həm özünüz real həyatda tətbiq etdikdən sonra digər insanların da öyrənməsi üçün onlara bunu aydınlaşdırırsınız, onlara bunu öyrədirsiniz və bu da təbii ki, həm bir insan üçün, həm də dünyadakı insanlar üçün çox vacib bir vərdişdir. Ona görə də siz əgər kitab oxuyursunuzsa və yaxud da bir mövzu haqqında araşdırma edirsinizsə, mənim kimi YouTube vasitəsilə öz bildiklərinizi digər insanların da bilməsi üçün bu cür videolar paylaşa bilərsiniz və yaxud da ətrafınızdakı insanlara, dostunuza, tanışlarınıza öz bildiklərinizi söyləyərək bu biliyin də digər insanların bilməsini yardım edə bilərsiniz. Və ümid edirəm ki, bu tövsiyəm də sizin üçün çox faydalı oldu. Videonun başında dediyim kimi, əslində kitab oxumaq sadəcə sizə biliyi öyrətmir, həm də sizin üçün bir müəllim rolunu oynayır. Çünki siz bu kitabdan və yaxud da bir mövzu haqqında araşdırma etdikdə siz buradan bilik öyrənirsiniz. Amma bilik öyrəndiyiniz qədər bu biliyi gerçək həyatda tətbiq etməyi də öyrənirsiniz. Ona görə də siz kitabdan bir bilik öyrəndikdən sonra bunu real həyatda tətbiq edə bilirsinizsə, bu kitab sizin üçün həqiqətən çox faydalı bir kitabdır. Yəni düşündüyünüz kimi siz bir kitabı oxuduqda buradan sadəcə bilik öyrənmirsiniz. Həm də bu biliyi real həyatda doğru istiqamətləndirmək və bu bilikdən doğru istifadə etməyi öyrənirsiniz. Və sizə bu videonun sonunda bir kitab tövsiyəsi vermək istəyirəm və ümid edirəm ki, bu kitab sizin üçün çox faydalı bir kitab olmuş olacaq. Çünki bu kitabı mən oxuyanda həqiqətən bu kitab mənim həyatımda bir çox böyük dəyişikliklərə yol açdı. Və ümid edirəm ki, sizin üçün də bu kitab faydalı olacağına inanıram. Bu kitab James Clear'in yazdığı Atomic Habits kitabıdır. Və bu kitab sizə pis vərdişlərdən qurtulmaq və yaxşı vərdişləri asan yollarla mənimsəmək üçün sizə bir neçə dərslər verir və siz bu kitabı oxuduqdan sonra pis vərdişlərdən qurtulub yaxşı vərdişləri mənimsəyib, qarşınızdakı hədəfə asanlıqla çatmanız üçün bu vərdişlərdən istifadə etmək yollarını öyrədir. Və siz bu kitabı real həyatda əldə edə bilmirsinizsə, yenə də sizə dediyim kimi internet saytlarına girib, bu kitabı araşdırıb, PDF-ini oxuyub, siz də bu kitabdan faydalı biliklər öyrənib, gerçək həyatda istifadə edə bilərsiniz. Və ümid edirəm ki, bu video sizin üçün çox faydalı bir video olmuş oldu. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın.